Ya Allah, salam aleykum, hər vaxtımız xeyir olsun inşallah. Deməli, bu videonu keçməzdən öncə ayaq saxlayın, baxın, sonacan baxın ha. Saray qəsəbəsində, düz MTK-yə yaxın, Saray körpüsünə yaxın, 150-200 metr məsafəsində. Bax, həyətində belə bir dənə qəşən super var, bir dənə ideal var, mətbəxi var. Bir dənə ətraflı göstər. Bu, hələ həyətində olan mətbəxidir, dəyərli izləyəcək, konserinə kimi. Burada əşyalar qalır qardaşım. Yox, razılaşmağa baxır da. Deməli, dəyərli izləyəcək, bu 5 sotun içində olan həyəti deyib. İsətqan bir dənə keçsənərdən bir dənə tam rahat götür. İstəsəz, burada manqal xanasıdır, nə bilim, hər bir şəraiti yarada bilərsiniz. Və onu da nəzərinizə çatdırım ki, evə keçməmişdən öncə evimizə məxsus olan kirayə evlər var. Onları da sizə göstərəcəm. Buranı kim alsa, kirakeşləri saxlaya bilər burada. Burada bir dənə həyət üçün sanitar qovşağımızdır, dəyərli izləyəcək. Və həyətin hər bir tərəfində, evin hər bir küncündə mərkəzi kanalizasiya sistemi yerləşir. Dəyərli izləyəcək. Deməli, buradan içəri daxil olduq. Burada belə bir dənə tikilisi var. Bu öz yerində, bu sizə məxsusdur. Və burada isə adliyenli bir dənə qapı qoyulur, dəyərli izləyəcək. Adliyenli bir dənə qapı, gəl əzizim bura. Adliyenli bir dənə qapı və burada isə bir otaq, mətbəx, sanitar qovşağı yerləşir. Gəl biraz zəhmət olsa. Və buranı da heç verməsəz 150 manata, 200 manata aylıq kirasını rahat bir şəkildə verə bilərsiniz. Bax, mətbəxə də burada yığılır. Hər bir şey hazır vəziyyətdə. Evimizin bir dənə sanitar qovşağına məxsus olaraq fikir verin. Yəni, tam elə bir adam özü üçün yığıb da, yəni, kirayədir deyənə əldən heç nəyə belə əsirgəməyim. Ki, yəni, tam yüksək səviyyədə. Dəyərli izləyicilər, burada boş bir dənə ərazidir. İstəyən buradan bir otaq da, 2 otaq da çıxarda bilər. 2 otaq kimi kirakeşə verə bilər. İndi gələk, evimizi qalan o arxasında hissələri var, şöyle başında. Gələk ki, oradan nəzər etmək. Gəl bura qardaş. Ya maşallah yola yaxındır da, dəyərli izləyicilər. Tam təmirli, full təmirli evdir. Baxın, dəyərli izləyicilər, buradan da evin arxasında keçid var. Tam gələndə ətrafı olaraq özünüz baxarsınız, vaxtı çox aparmaq istəmirəm. Gəlin bir dənə keçid eləyək. 5 daş kürsüdə gördüyümüz bax, bir dənə şəhanə bir dənə qəşəng, lüks remontda bir dənə evimizdir. Bu koridor sistemi, ayaqaltı sistemi oldu. Evimiz 4 bir tərəfdən kamera ilə əhatə olunub. Və burada da evimizin girən kimi, bax, sol tərəfdə sanitar qovşağımız yerləşir. Yenə də tam, full təmirlidir, dəyərli izləyicilər. Gəl bura qardaşım zəhmət olmasa. Və evimizin, bir dənə zəhmət olmasa qonaq otağının başına keç. Və dəyərli izləyicilər, evimizin bir dənə qonaq otağı var. Bir dənə qonaq otağı var. Rahat bu qonaq otağı, rahat deyirəm ki, 40 kvadratdan yuxarıdır. 50 kvadratdan da bəlkə, 50 kvadrat rahat var da, yəni 12 metr uzunluğudur, 12 uzunluğudur, 13'dür bəlkə uzunluğu. Bax, gəl bura bir dənə spaliyata otaqları göstərək. Çox böyükdür də, yəni, bax, kondisionerlə bir dənə göstər. Kondisionerdir, İran peçidir, mətbəx mebeldir, hər bir şeydə var. Bax, dəyərli izləyicilər, evimizin spaliyata otaqları, yəni, həqiqətən həddən ziyadə böyükdür, yatan otaqlar. Bir dənə fikir verin, həddən ziyadə geniş söz ola bilməz. Rahat bura 5'in 6'ya, 5'in 5'e var da yəni. Gəl bura. Ay maşallah, qardaş, nə boydadır bu? Dəyərli izləyicilər, yəni bugünkü gündə Saray qəsəbəsində baxdığımız evlərin zalıdır deyə bilərəm. Bu spaliyata otağı. Bu baxdığımız evlərin zalı verə bil ki. Yəni çox böyükdür də, hələ bura, bir dənə bura metrəlik, hələ bir dənə var, görürsünüz bir dənə şkaf yığılıb. Yəni çox genişdir. Gəl bura qardaşım, mətbəxə də bir dənə səhət rəhmət olmasa. Gəl bura. Bura inşallah qiyməti nə olacaqsa, ev sahibi hal-hazırda belə deyək də, ev sahibi məni çəkir. Dəyərli izləyicilər, burada bir dənə mətbəxin aboy zadı filan cırılıb eləyir. Yüngülvarı əl gəzdirmək lazımdır. İnşallah qiyməti, nə olacaq buranın qiyməti? 155 min. 155 min manat. Kupçalı. Kupçalıdır. Fərdi yaşayışdır, yəni aldın qeydiyyata düşdün. Real alıcılarla gələndə əşyaları da ki, danışmaq olar da qiymətdə. İnşallah ki, əlaqə saxlayın. Belə bir evi əldən çıxartmaq olmaz. Sumqayıta yaxın, MTK-yə yaxın, yəni sentral mərkəzdir.